Salam hörmətli valideynlər və şagirdlər, hər birinizə xoş gördük. Bugünkü videomda sizə lisey və gimnaziyalara keçiriləcək olan imtahanlarda hansı şagirdlər qeydiyyatdan keçmişdi, onlar buraxılış vərəqələrini necə əldə etməlidirlər? Bu barədə video çəkəcəm. Daxil olursunuz Google-a. Burada yazırıq sy.edu.az. Daxil oluruq. Daxil olduğumuz zaman qarşımıza belə bir pəncərə açılır. Azərbaycan Respublikasının vətəndaşları digital login. Baxın, burada eyni birinci hissədə digital login. Burada bu hissəyə keçid etdik. Keçid etdiyimiz zaman belə bir pəncərə açıldı qarşımızda. İdentifikasiya nömrəsi ilə, baxın, aşağıdan birinci identifikasiya nömrəsi ilə bu yazının üzərinə klik edirik. Daxil ol. Buradan daxil ol dediği zaman yazacaqsınız valideynin fin kodu. Yazıldı. Daha sonra şifrəni qeyd edirsiniz. Hansı ki qeydiyyatdan keçdiyiniz zaman yazmışdınız. Yəni bu hissəni o zaman doldurmuşdunuz. Yəqin ki hər biriniz xatırlayırsınız. Əgər xatırlamırsınızsa şifrəmi unutdumu klik edərək orada nömrə tələb edəcək sizdən. Nömrəni qeyd edib yeni şifrə təyin edə bilərsiniz. Kimlər ki unutub. Unutmayanlar birbaşa şifrəni qeyd edirsiniz. Mən şifrəmi yazdım. Daxil ol düyməsinə klik edirəm. Və qarşımızda belə bir pəncərə açılır. Bu pəncərədə sağda 3 xətt var. O hissəyə klik edirik və qarşımızda belə bir səhifə açılır. Əsas səhifə şagird əlavə et, sorğu yerləşdir, sorğularım, növbəyə yazılı növbələrim, imtahanlar. Baxın, imtahanlar yazısına klik edirik. Klik etdikdən sonra belə bir pəncərə açıldı qarşımızda. Bu pəncərədə görürsünüz aşağıda, baxın, burada buraxılış vərəqəsi. Baxın burada. Burada belə bir ox var. Bu hissəyə klik edirik. Buraxılış vərəqəsini yükləyirik. Fayl yenidən indirilsin. Yenidən indirin. Gözləyək, faylımız yüklənsin. Aha, yükləndi. Bu zaman görürsünüz buraxılış vərəqəsi artıq yükləndi. Siz də eyni buraxılış vərəqəsini çıxardacaqsınız və burada ilk olaraq şəxsiyyət vəsiqəsi ilə getməlisiniz imtahana. Mütləq şəxsiyyət vəsiqəsi aparılmalıdır və burada şəkil yapışdırmaq vacibdir. Bu hissəyə əgər şəxsiyyət vəsiqəsində uşağın şəkli yoxdursa, köhnə vəsiqələrdəndirsə, o zaman bura mütləq şəkil yapışdırılmalıdır. Əgər varsa, eybi yox, yapışdırmamaq olar. Mütləq bu qaydalarla tanış olursunuz. Baxın, imtahanı keçirir. Burada şagird haqqında məlumatlardır. Bu yuxarı hissə hər kəsdə fərqlidir. Hansı sinifdə oxuyur, bölməsi nədir, hal-hazırda oxuduğu məktəb filan hər biri görünür. Daha sonra keçirik, burada 2 yazılan hissəni oxuyuruq. İmtahanın keçiriləcəyi mərkəz haqqında məlumatlar. Bakı şəhərindədir. Görürsünüz, burada hər kəsdə hansı ünvanı seçmişsinizsə ünvan verilib, imtahanda olacağınız, yəni imtahan keçiriləcəyi, hansı məktəbdəki imtahan verəcəksiniz, həmin ünvandır. Daha sonra otağı, yeri hər biri qeyd olunub da, ən əsası keçirsiniz, oxuyursunuz, yaddaş olan hissəni, yaddaş yazılıb hansı ki, bu hissədə mütləq və mütləq oxuyursunuz. Burada yazılıb 1. Başlayırıq bir-bir tanış olmağa. Mərkəzi imtahan filan tarixdə olacaq. Baxın, 25-6-cı ay. Bu yalnız və yalnız digər şagirdlər, valideynlər diqqətli olsunlar. Bu 7-ci siniflərin keçiriləcəyi imtahan tarixləridir. İmtahan tarixləri artıq hər biriniz bilirsiniz. Hər birinizin də
bax bu hissədə, mərkəzi imtahan olan hissədə siniflərin hər birində fərqlidir. 7-ci siniflərdə bu tarixdədir. Digər siniflərdə fərqli tarixlərdədir. 6 və 7-lərdə 25 tarixində, digər siniflərdə isə 26-sı, 27-si tarixində keçiriləcək. Mütləq diqqətli olun. Saat 10-da başlayacaq yazıb burada. Sonra ikinci bənddə yazıb 9-dan gec olmayaraq imtahan mərkəzinə gəlmək lazımdır. Mütləq çalışın, gedin imtahan mərkəzində vaxtında olun ki, şagirdlər ilkin işlər ki var, şagirdin o vərəq hansı ki cavab kartı verilir şagirdə. Orada şagirdlər öz ad soyadlarını orada qeyd edəcəklər. Müəyyən işlər var ki, onlara əvvəldən görməlidirlər. Çünki imtahan vaxtında artıq o şagirdlərin vaxt itkisinə səbəb olur şagirdlər üçün. Əvvəldən uşaqlar vaxtında imtahan mərkəzində olsunlar ki, həmin işlər artıq imtahan başlayacağı saata qalmasın. Sonra görürsünüz, burada yazır, imtahana gələrkən şəxsiyyət vəsiqəsini və buraxılış vərəqini özünüzlə gətirməyi unutmayın. Mütləq şəxsiyyət vəsiqəsini aparın, çünki əks təqdirdə imtahanda iştirak edə bilməyəcəksiniz. Yəni imtahan mərkəzinə buraxılmayacaq həmin şagirdlər. Mütləq şəxsiyyət vəsiqəsi və buraxılış vərəqi, hansı ki, bax bu buraxılış vərəqini çap edib götürəcəksiniz özünüzlə. Şəxsiyyət vəsiqəsində şəkil olmayan şəxslərin mütləq son bir ayda çəkilmiş 3-ün 4-ə ölçülü şəkil, sənəd şəkli yəni, buraxılış vərəqinin müvafiq yerə yapışdırılır. Hansı ki, bayaq mən göstərdim sizə, şəkil yapışdırmaq vacibdir. Bax bu hissəyə. Kimdə ki, şəxsiyyət vəsiqəsində şəkil yoxdur. Sonra imtahan binasına mobil telefon, ağıllı saat, bu kimi vasitələr, kalkulyator, bu kimi şeylər aparmasınlar şagirdlər. Yaddaş qurğularından istifadə etmək qadağandır. İmtahan başladıqdan 30 dəqiqə sonra və daha gec gələn şagirdlər imtahanda iştirak hüququnu itirəcəklər. Başlayandan saat 10-da imtahan başlayır. Əgər 11-in yarısından sonra şagird getsə, çıxsa imtahan mərkəzinə, 11-in yarısından sonra gəlsə, həmin şagirdlər artıq imtahanda iştirak edə bilməyəcəklər. Çalışın şagirdləri vaxtında imtahana çatdırın. Cavab kartını yalnız qara və ya tünd rəngli qələm ilə doldurun. Qara qələm qoyun şagirdlər üçün. Pozan, karandaş aparmaq mütləqdir. Yəni uşaqlara lazım olan vasitələrdir. Penallarında çalışın həmin bu kimi vasitələri mütləq götürsünlər. Cavab kartını qələm pozanı ilə qaralamaq olmaz. Orada nəzarətçilər də deyir. Bu məlumatları nəzarətçilər çatdırır, amma ola bilər ki, çatdırmasın. Çalışın evdə şagirdləri məlumatlandırın, uşaqları məlumatlandırın ki, orada heç bir problem yaranmasın onlar üçün. Əziz şagirdlər, bu qədər. Daha sonra ən sonda kitabça, deyək ki, imtahan artıq başlayıb, kitabçalar paylandı. Mütləq kitabçanın üzərində baxın. Sizə aid olan bölmədə dildədirmi kitabçan? Mütləq bu kimi şeylərə baxın. Kitabçada qüsur varmı? Bəzən olur ki, bəzi vərəqlər çapdan çıxmır və yaxud ağ formada olur. Bəzi səhifələri olmur kitabçanın. Yəni bu kimi şeylərə əvvəlcədən nəzarət edin. Baxın ki, belə olan təqdirdə sizə yeni kitabça təqdim olunsun, sual kitabçası. Bu qədər. Yəqin ki, hər kəsə aydın oldu. Hamıya uğurlar arzulayıram. İnşallah imtahan günü artıq şagirdlər üçün lisey və gimnaziyalarda keçirilən imtahanların suallarını, doğru cavablarını paylaşacağım. Hər kəsə uğurlar, hələlik.